Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 7-ci İqtisadi və İş Tərəflərindən bölmə 6.1 şəhərləşən dünya mövzusunun çalışmaları izahına baxacağıq. Gəlin vaxtırmada mövzuda tanış olaq. Yəni mövzu çalışmaları işləyək. Birinci çalışmada verir ki, Venn diaqramı tamamlar. Birinci şəkildə rural tipli yaşayış məskəni, ikinci tipdə isə rural tipli yaşayış məskəni verilmişdir. Birinci rurala yaza bilərik ki, əhalinin məşğuliyyəti əsasən monotipli olur, yəni əsasən bir tipdə olur. Əhali kənd təsərrüfatı ilə məşğul olur, əkinçi və heyvandarlıqla məşğul olur. Şəhər tipli, yəni urban tipli yaşayış məskənində isə əhali yaşayış məskəni daha necə deyirlər, fəaliyyəti daha çox olur. Məsələn, əhali sənaye, ticarət, turizm və digər sahələrdə çalışır. Axşam xüsusiyyətlə isə hər kəsə qeyd edə bilərik ki, məskunlaşma formasıdır. Yəni urbana qeyd elədik ki, əsasən əhali geniş ərazilərdə və seyrək yaşayır və əhalinin əsas məşğuliyyəti nə oldu? Kənd təsərrüfatı oldu, yəni əkinçi və heyvandarlıq oldu. Urbanda isə əhalinin əsas məşğuliyyəti sənaye, ticarət, kənd təsərrüfatı, yəni xidmət sahələri, həmçinin kiçik ərazidə sıx məskunlaşırlar. Hər ikisinin oxşarı isə qeyd edə bilərik ki, hər ikisi yaşayış tipli məskənin bir növüdür. Daha sonra ikiyə baxaq, verilmiş anlayışlar izah edin. Urban anlayışı dedik ki, kiçik bir ərazidə əhalinin sıx məskunlaşmasıdır və əhali burada kənd təsərrüfatı məşğul olmur. Əsasən sənaye, ticarət, xidmət və digər sahələrlə məşğul olur. Ruralda isə kənd təsərrüfatı tipli yaşayış məskənində əhali böyük ərazilərdə seyrək məskunlaşır və əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı olur. Qəsəbə isə dedik ki, qəsəbə rural-urban arasında keçid təşkil edir. Burada əhali həm kənd təsərrüfatı, həm də xidmət və sənaye sahələrində də çalışa bilir. Daha sonra üçə baxaq, şəkillərə və terminlər arasındakı əlaqəni qurun, urban və rurala. Rurala aid olacaq, baxın, bu inək şəkil olar, yəni heyvandarlıq. Urbana aid olacaq, isə baxın, bu sənaye şəkili aid olacaq. Daha sonra 4-ə baxaq. Bu rahatdır, mən sizə indi deyəcəm, özünüz evdə qurarsınız, vaxt getməsin. Burada baxın, deyək ki, dünyada rural və urban yaşayan əhalinin sayının dəyişməsi haqqında cədvəl verilən məlumata əsasən qrafik qurulur. Yəni 1960, 1985, 2002, 2007, 2015, 2022 burada siz tarixləri qeyd edəcəksiniz və burada da siz qeyd edəcəksiniz nəyi? Baxın, burada da qeyd edəcəksiniz ki, urbanda yaşayan əhalini, həmçinin urbanda yaşayan əhalini və baxın, belə yazacaqsınız. Burada siz yazacaqsınız, urbanda yaşayan əhalini yazacaqsınız. Burada yazacaqsınız, ruralda yaşayan əhalini yazacaqsınız. Burada da eyni şəkildə urban, rural və bunları birini qrafikini göy rəngdə, məsəl üçün belə, birini isə yaşıl rəngdə qeyd edəcəksiniz və qeyd etdiyiniz yerlərdə, məsəl üçün bu xəttdən çıxdığı zaman, məsəl üçün bu xəttdən çıxıb burada ruralda deyək ki, 2 milyard əhali yaşayır. Nə vaxt 2 milyard əhali ruralda nə vaxt yaşayır? 1960. Burada yazacaq 1960. Eyni qaydada qrafik quraraq gedəcəksiniz. Mən özüm yazmadım ki, vaxt getməsin. Sonra baxın, dərsin 47-ci səhifəsi əsasən verilən xəritədə istifadə edərək müəyyən et. Kontur xəritədə qitələrin hansında həm 1950, həm də 2020-ci ildə urbanda yaşayan əhali üstünü təşkil etmişdir. Urbanda yaşayan əhali demişdik ki, Cənubi Amerikada, Qərbi Avropada, Avstraliyada bu üstünlük təşkil etmişdir. C, F və Y-ni qeyd edə bilərik. C, F, Y. Sonra 2-ə baxaq. Deyir ki, 1950-ci ildə, həm də 2000-ci ildə ruralda yaşayan əhalinin üstünlük təşkil etmişdir. Bu əsasən Afrikadır. Yəni, B-ni qeyd edə bilərik. Burada qitə dediyi üçün biz Afrika götürə bilərik. Lakin biz bilirik ki, Pakistanda, Hindistanda, Bangladeşdə kənd əhalisi hələ də üstünlük təşkil edir. 3-ə baxaq. 1950-ci ildə ruralda 2020-ci ildə urbanda yaşayan əhali üstünlük təşkil etmişdir. Bu Asiya və Cənubi Amerikanı qeyd edə bilərik və A və D-ni qeyd edə bilərik bura. Sonra xəritədə verilən qitədə hansı məntəqələrdə daha çox və daha az əhali yaşayır? Bunun səbəbini yazın. Ən çox əhali bilirik ki, bu Misirdə 114 milyon əhali yaşayır. Bunun səbəbi Nil çayı ərazisində məhsullar turpaların olmasıdır.
Yəni ən çox əhali yaşayacaq Misirdə dedi ki, bunun da səbəbi nə oldu? Məhsuldar torpaqların geniş məhsuldar torpaqların İsrail ətrafında olmasıdır. Ən az əhali isə Əlcəzairdə yaşayacaq. Bunun da səbəbi ərazidə axar suların az olması və məhsuldar torpaqların məhsuldarlığı aşağı olmasıdır. Buna görə də ən az əhali isə Əlcəzairdə yaşayacaq. Görək başqa çalışmalar yoxdur. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəndə hələlik.